Salam dostlar, bu günləri biz yenə DevSecOps dərsi ilə başlayırıq. Keçən dərslərimizdə 3 dənə tool öyrəndik. Bizim source kodumuzun təhlükəsini yoxlayan SAS-da öyrəndik. Demək, developerların işlətdiyi proqramların, kitabxanaların təhlükəsizliyini öyrətdik. SCA, Software Composition Analysis və Container Security öyrəndik. O da DevOps'çuların belə deyək də istifadə etdikləri mühitlərdə Docker və yaxud da ki, Kubernetdə istifadə etdikləri imiclərin təhlükəsizliyi öyrəndik və lablar elədik. Bu gün biz sizlə Infrastructure as a Code haqqında keçəcəyik, onun təhlükəsizliyini haqqında keçəcəyik və onu necə təhlükəsizliyini təmin etmək lazımdır, ona baxacağıq və təhlillər eləyəcəyik. Infrastructure as a Code ümumiyyətlə nədir? İnfrastrukturun kod kimi idarə olunması üsuludur. Yəni ki, belə deyək, avtomatik olaraq mən deyirəm ki, məsəl üçün, filan serverə Nginx yazılsın, filan serverə Apache Tomcat yazılsın, filan serverə, məsəl üçün, NFS qurulsun. Bu avtomatlaşdırılır. Yəni, bildiyimiz kimi. Demək, bu avtomatlaşdırma alətləri də Terraform kimi, Ansible kimi, CloudFormation kimi proqram təminatları var ki, hansı ki, biz bunların vasitəsilə avtomatlaşdıra bilərik. Və bu bizim işimizi həqiqətən də sürətləndirir və biz çalışırıq ki, bu proqramların sayəsində bütün bizim infrastrukturu neyək? Avtomatlaşdıraq. Çünki artıq zamanə bizi manualdan çıxardıb avtomatlaşdırmaya doğru gedirik. Hal-hazırda da elədir. Infrastructure as a Code-un təhlükəsizliyi nədir və nələrdən ibarətdir? Belə deyək, Infrastructure as a Code-un fayllarında, belə deyək, konfiqurasyonlu fayllarında, konfiq olmuş fayllarında səhv misconfigurationlar və yaxud da ki, daxilində şifrələr, belə deyək, credentiallar, keylər, API-ların qarşısını almaq üçün lazımdır bizə. Erkən mərhələdə zəiflikləri aşkarlamaq üçün lazımdır bizə. Bu da nədir? DevSecOps-un bir hissəsidir. Infrastructure as a Code-un təhlükələrinin nümunələri hansılardır? Açıq portlar, sekret və şifrələrin açıq yazılması, incənə bundan qabaq dediyimiz kimi, root yükləri və geniş YAM siyasətləri, köhnə və təhlükəli modulların istifadəsi. Təhlükələrin nəticələri, sistem təhlükəsizlik boşluğu ilə üzləşməsi, məlumatların sızması, istifadəçi etibarının itirməsi, compliance pozuntuları, maliyyə və hüquq problemləri. Demək, biz ümumiyyətlə, dostlar, DevSecOps mühitində hansı ki toollar var danışdıq. SAS, SCA, Container Security, Infrastructure as a Code Security, DAS, RASP, IAST, hətta MAST da var. Bunlar üçün yenə deyirəm, hansısa bir firmanın vendoru fərqi yoxdur. Yəni ki, məsəl gətirəmsə, saqqız. Saqqızın adı saqqızdır, amma bu müxtəlif növ ola bilər. Nazar saqqızı var, belə deyək, Dirol var, Steamroll var, amma mahiyyət saqqızdır da. Yəni, bu da mahiyyətcə kod analizdir. Yəni, bunun Sonar kübü var, bunun Sneaky var, bunun Synopsis'i var, bunun Checkmarks'ı var, bunun Fortify var, bunun SemGrep'i var. Sonra Bandit var hətta. Sonra Dependency Check var. Çoxdur, yəni, belə sadalasam çoxdur. Yəni, deməm, mahiyyətcə eynidir hamısında. Yəni, baxır kim necə işlədir də. İndi adam var ki, məsələn, Sneaklə çıxartmadığı boşluqları, məsəl üçün deyirəm, başqasında çıxartmadığı boşluqları Sneakdə daha çox çıxardır ki, Sneak daha çox çıxartdı bunda boşluq. Başqası az çıxartdı. Fərqlənmələri çox vaxt belə eləyirlər. Sonra
Bu Sneak'dən işləmə qaydalarıdır dostlar. Yəni ki, Sneak axtarır, tapır bizə bütün boşluqları və onun daxilində harda bizdə təhlükə səviyyəsi var, harda bizdə təhlükə hansı faylın hansı line-ında yerləşir, onu göstərir bizə. Bizə tövsiyələr verir, deyir ki, bax bunu belə düzəlt, bunu belə düzəlt. Orada tövsiyələr görəcəyik biz indi qabaqki lablarımızda və nə edə bilərik? Biz bunu CI/CD-yə də inteqrasiya eləyəcəyik. Onsuz da mən manualı keçib qutarandan sonra inşallah mən çalışacağam yox. CI/CD-də bunu nə edəcəyik? Avtomatlaşdıracağıq. Onda daha maraqlı olacaq. Qorunma yolları, yəni ki, infrastructure as a kodun təhlükəsiz əgər bilmək istəyir ki, bizim belə deyək, infrastructure as a kod softlarımız təhlükəsizdir. Onu yoxlamaq üçün yenə də Snyk, TFSec və Checkova istifadə edə bilər. Mənə elə gəlir ki, TFSec və Checkova open source-dur. Open source-dur bu proqramdır. Sonra əgər tapdıqları boşluqlarda, məsəl üçün, əgər bir faylın içində biz tapmışıqsa, şifrələr, credentiallar, keylər və yaxud da ki, API-lər, onun qarşısını almaqdan ötəri secret managerlərdən istifadə edib və yaxud da ki, əgər bizim imkanımız yoxdursa, büdcəmiz azdırsa, hansısa bir secret manager almağa biz məcburuq nə istifadə eləməyə? Yəni ki, variablelardan istifadə eləməyə. Ən azından bunu etməliyik. Minimum hüquq prinsipi, modulları və versiyaları yenilərək istifadə et. Yəni ki, buradan belə deyək, həmənki istifadə etdiyiniz infrastructure as a code proqramının yeni modulu çıxa bilər, köhnə modulu vulnerable ola bilər, təhlükəli ola bilər. Ona görə deyək ki, yeniləmələrə də neyin, yəni update-lərə də fikir verin. Nümunə skan nəticəsi, dostlar, bunun haqqında danışacağıq. Yəni ki, burada nədir? Problem harda göstərir? Təhlükə nədir? Məlumat sızması riski. Tövsiyə nədir? Tövsiyə eləyəm. Yəni ki, bunu biz skan eləyəndə görəcəyik. Nəticə və tövsiyələr nədən ibarətdir, dostlar? Infrastructure as a code təhlükəsizliyi müasir DevOps üçün çox vacibdir. Yəni, həqiqətən də vacibdir. Başa düşürəm, DevOpsçuların işi deyil, otursun bir təhlükəsizliklə məşğul olsun. Amma çox vacibdir. Düzdür, aydın məsələdir ki, artıq daxildə, kiber təhlükəsizliyin daxilində artıq bir şöbə də artıq açılır ki, onun adı DevSecOps-dur, hansı ki, belə deyək, DevOps-un təhlükəsizliyini nə edir? Belə deyək, qarşılıqlı əlaqələrlə, məsəl üçün, təmin edir. Məsəl üçün, DevOps öz mühitinin bir hissəsini view şəkildə təqdim edir DevSecOps mütəxəssisinə view şəkildə, yəni editləməmək şərti ilə də, yəni aydın məsələdir. O da onu yoxlayır, harda nə var, harda nə yoxdur, burada bu olmalıdır, burada bu config olmalıdır, burada variable yazılıb, yazılmayıb və digər repolarında, məsəl üçün, yoxlamağa biz bundan qabaqki dərsdə necə yoxladıq, SAS-dan onu gördük. Ümumiyyətlə, kod analiz toolları bizim işimizi çox asanlaşdırır, dostlar. Necə? Məsəl üçün, sizin 10 dənə failiniz var, 10 dənə failiniz var. Məsəl üçün, TF faylı var. Hər TF failin içində də, belə deyək də, 100 dənə line var. Məsəl üçün deyirəm, atıram, 100 dənə line var. Siz hər bir failin içinə gəlib bir-bir girib yoxlasanız, sizin belə vaxtınız çatmaz. Yəni, vaxt çatmaz. Ona görə də kod analiz toolları bizə imkan verir ki, bizim işimizi asanlaşdırır və prosesi sürətləndirir. Ona görə də mən tövsiyə edirəm ki, yəni, kod analiz toollarından istifadə edəsiniz. Və burada mən həmişə tələbələrim həmişə mənə deyir ki, müəllim, çox gözəl danışdınız, bizə zəhmət olmasa lab göstərin. Burada da mən bu şəkili qoymuşam, deyirəm ki, lab görsət. İndi mən sizə nə edəcəm, dostlar? Labı göstərəcəm. Biz adətə görə həmişə nə edirdik? Götürürdük, gəlirdik Snykin saytına girirdik. Məsəl üçün, burada bir dəqiqə qoşuluruq burada. Burada görürsünüz command line. Burada görürsünüz Windows üçün var. Necə Snyki yükləmək lazımdır? MacOS üçün var və Linux üçün var.
Və burada da biz tokenimizi götürdük, daxil olurduq bura, account-a daxil olurduq. Tokeni bir dənə bura tıklayırdıq, tokenimiz gəlirdi. Amma burada yaddaşda saxlamışam bunu. Götürürdük bunu, yəni sadəcə bura kimi götürdük. Burada API yazırdıq bura və nə edirdik? Bura elədik. Bunu hər dəfə eləmirsən. Bunu bir dəfə elədin, konfigdə də qalır. Mən sadəcə təzə qoşulan dostlarımıza da bunu göstərmək istəyirəm. Qoşuldu. İndi başlayırıq nə etməyə dostlar? Skanlarımıza. İndi görürsünüz bizdə burada main TF var, Kubernetes YAML var, CloudFormation JSON var. Bugün biz bunu Snyk ilə skan eləyəcəyik. Snyk IAC, yəni Infrastructure as a Code test və main TF. Başlayırıq skan eləməyə. Baxaq görək ki, skanın nəticələrində biz main TF faylının daxilində hansı boşluqlar çıxaracaq? Bəli, göstərdi ki, ümumi boşluq 7 dənədir. Biri high'dır, kritik yoxdur. 2 mediumdur, 4 low'dur. Birinin üstündə işləyək. Göstərir information. Information göstərir bizə. Görürsünüz. Sonra pəzləri göstərir bizə. Harda, hansı yoldadır, yəni pəz. Hansı faylın içindədir? Main tab. Və resolving göstərir bizə. Görürsünüz. Deyir, variable'dan istifadə edərək keylərini gizlədik. Gəlin, baxaq görək. Həqiqətən elədir. Tab, cat main tab. Baxırıq ki, bəli, həqiqətən də bizim burada açıq nəyimiz var? Access key'imiz var və secret key'imiz var. Həqiqətən də proqramımız düz işləyir. Yəni, bura diqqət edin. Burada info verir ümumi və onun qarşısını necə almaq lazımdır, onu göstərir. Hansı faylın içədir, onu göstərir. Harada da onu göstərir. Hamısından bizə məlumat verir. Digərlərinə heç baxmıram. Digərlərdə yenə də o eyni, belə deyək də, mediumda da yenə həmənki kimi göstərir bizə. Göstərir ki, burada görsün nə yazır? That potentially everyone can access your resource. Ona görə onun qabağına inanmaq lazımdır. Görürsünüz, özünüzə deyir. Consider block attribute with a more restrictive IP for example. Yəni görürsünüz, özü bizə yazır. İndi isə Kubernetes YAML-ı yoxlayaq. Yox, üzr istəyirəm. Bir dəqiqə. Kubernetes YAML-ı yoxlayaq. Kubernetes YAML-da nələr var? Və bu da göstərdi ki, bizə ümumi boşluqların sayı medium 4 dənədir, 6 dənə də low'dur, critical 0'dır, high yoxdur. Burada da görürsünüz, çox çıxan boşluğun nə olduğunu göstərir bizə, info verir onun haqqında, pəz göstərir onun haqqında, görürsünüz, qeyd edeyim. Hansı faylın içindədir, onu da qeyd edilib və qarşısını necə almaq lazımdır, onu da qeyd edeyim. Görürsünüz, hamısını çox görürsünüz. Burada hətta var ki, deyir ki, container has no CPU limit. Deyir, container var, amma CPU-da limit yoxdur. Hətta buna qədər bizə göstərir. Görürsünüz, dostlar. Görürsünüz, container is running without memory limit. Bunun da qarşısını necə almaq lazımdır? Hamısını bizə yazır. İndi JSON faylı yoxlayaq. CloudFormation JSON. Burada da bizə ümumi boşluqların sayını göstərir. Bizə bir dənə medium var, 2 dənə low var. Burada da yenə SUS paketdə is public readable. Görürsünüz, yenə də yazır. Ümumi görürsünüz, public readable without any authentication or authorization.
fəzi göstərir hardadır və hansı failin içindədir və onun qarşısını necə almaq lazımdır. Fikir verirsiniz. Hamısını bizə qeyd edir. Bu lowlardır. Hər halda lowları da yenə də yoxlamaq lazımdır. Bu da bizim infrastructure as a code haqqında danışdıqlarımız və onun təhlükəsizliyi və çıxan təhlükənin qarşısını necə almanı göstərdim sizə. Yəni qısa da olsa və onu necə skan eləmək lazımdır ki, bizim işimizi asanlaşdırsın. İndi fikirləşin, bu fayllarda sizdə yüzlərləndir, 200-lərləndir. Bunların hamısını siz bir-bir eləsəz, sizin çox vaxtınız gedir. Ona görə də kod analiz toolları bizim, belə deyək də, imdadımıza çatır. Oldu dostlar, sağ olun. Özünüzə yaxşı baxın. Kimin sualı olsa kommentdə qeyd eləsin. İnşallah biz çalışacağıq ki, sonda dərslərimiz onsuz da davam edir. Biz başlayacağıq bunları eləməyə. Tam bitəndən sonra, DAS da bitəndən sonra bunları eləyəcəyik? Avtomatlaşdıracağıq DevOps mühitində. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun.